Artıq bir müddətdir ki, Əmircan qəsəbəsində quruculuq işləri başlayıb. Bu, Bakı kəndlərinin abadlaşdırılması layihəsinin bir hissəsidir. Məqsəd isə bu ərazilərdə məskunlaşan sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsi, eyni zamanda kəndlərin tarixi irsinin qorunub saxlanılmasıdır. Gözləntilər isə ondan ibarətdir ki, bir müddətdən sonra paytaxtın mərkəzi kimi Bakı kəndləri də turistlər üçün cəlbedici ərazilərdən olacaq. Qədim adı Xilə olan kənd yeni dönəmin astanasındadır. Burada evlərin dam örtükləri yenilənir, fasadlar rənglənir, yollara daş düzülür. Sözsüz ki, qəsəbənin tarixi simasını qorumaq şərti ilə. Dar küçələri böyük tarixi hadisələrə şahidlik edən Əmircan, keçmişə söykənərək gələcəyə can atan kəndin adıdır indi. Yollarımız çox bərbad vəziyyətdə idi və xüsusən də kanalizasiya xəttləri, internet xəttləri, bütün belə deyək ki, infrastruktur yenidən quruldu artıq Əmircanda. Yollarımız düzəlib, işimiz düzəlib, qazımız, suyumuz, divarlarımız hamısı özünüz görürsünüz, düzəldirlər. Əvvəl yağış yağarkən, qar yağarkən qəsəbəmizin küçələri daha çox pis vəziyyətdə olurdu. İndi kommunikasiya sistemləri təzələnib, kanalizasiya sistemi təzələnib deyə daha mükəmməldir, daha gözəldir. Qeyd edim ki, Əmircan qəsəbəsi daha çox alimlər, şəxsiyyətlər yetişdirən bir qəsəbədir. Ona görə də istəyirəm ki, daha kəndlər sırasında daha da öndə olsun. Yenidən qurma işləri zamanı sakinlərin rahat istirahəti üçün bulvar da salınır. Kəndin yaxınlığında olan Bülbülə gölü bu məqsədlə təmizlənir. İkinci mərhələni başlamışıq. 2 aydır ki, martın axırından bu işlərə start vermişik. 2 aydır ki, demək olar 80-100 arası dam örtüyü dəyişdirilib. Yolların müəyyən yerlərdə çatışmayan yerlərdə düzəlib, fasadlar işlənilir, yol boyu işlənilir, fasadlar, təmir bərpa işləri görülür, tarixi abidələrin tarixiliyi qorunmaq şərti ilə bərpa olunur. Bu kəndə əbəs yerə Bakının Florensiyası demirlər. Tarixi memarlıq abidələri ilə zəngin olan Əmircan həm də tarixi şəxsiyyətləri ilə məşhurdur. Bugün kəndin küçələrində dolaşarkən Abbasqulu Ağabakıxanov və Səttar Bəhlulzadənin doğulduğu evi, eyni zamanda neft milyonçusu Murtuza Muxtarovun tikdirdiyi qoşa minarəli məscidi görmək olar. Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə həmin məsciddə təmir bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə dini qurumlarla iş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb. Qasım Xuluflu, İbrahim Yusifli, İTV Xəbər.